İnsan bir tənəffüs hərəkətində 500 kub santimetr hava xariciliyi budur. Və bir dəqiqədə Gülay, bir dəqiqədə bir insan 16 tənəffüs hərəkəti edir. Bu bir dəqiqədədir. 16 tənəffüs hərəkəti. Bəs bir tənəffüs hərəkəti nə qədər müddətdə baş verir? Bu 3,75 saniyədə baş verir. Saniyə. Qeyd elə bunları. Ümumiyyətlə bu 3,75 saniyəni hamımız əzbər yadımızda qalsın ki, bu bir tənəffüs hərəkətinin baş verdiyi vaxtdır. 3,75 saniyə. Oksigen deməli biz nəfəs alanda oksigen 21% qəbul edirdik də. 500-ün 21%-ni tapanda böləndə 100-ə eləyir 105 kub santimetr. Bu oksigendir. Nəfəs alanda. Nəfəs verəndə isə, bu isə verəndə olsun. Nəfəs verəndə isə 16% idi. Oksigen miqdarı biz nəfəs verəndə tutduğumuz havada 16% oksigen vardı. Bunu da 16%-ni tapanda 80 kub santimetr eləyir. Yəni bu faiz nədir? 21%, 16%. 21% nəfəs alandadır və eyni zamanda da 105 kub santimetr nəfəs alandadır. Biri faizləndir, biri kub santimetrləndir. Çünki məsələlər bəzən kub santimetrlə soruşur, bəzən faizlə. Və bunlar arasında fərq, 105 ilə 80 arasında fərq 25 kub santimetrdir. Gəlin onu da qeyd edək. Həmin o 25 kub santimetr kapilyarlara keçən oksigenin miqdarıdır. Kapilyarlara keçən. Kapilyara keçən. İndi karbon qazı necədir bəs? %3, yəni 500-ün %3-ünü tapaq. Bu, karbon, nəfəs alanda aldığımız havada olan karbonundur. %3% tapanda o eləyir 0,15 kub santimetr. Yəni bunu A yazdım ki, bilin, nəfəs alandadır. Amma bu isə N.V yazdım, nəfəs verəndədir. Nəfəs vermədə də 4%-dir. Yəni 500-ün 4%-ni tapırıq. O da eləyir təxmini 20 kub santimetr. Amma kapilyarlara keçən bunların fərqi olmur karbon qazında. Niyə? Çünki bunların fərqi çox az bir rəqəm alınır. Balaca bir rəqəm alınır. Ona görə də elə 20 kub santimetri həm karbon qazı nəfəs verəndə olur, verdiyimiz havada. Həm də kapilyarlara keçəni də 20 kub santimetrdən. Bir böyrəyindən 5 litr qan keçən müddətdə sakit halda da orta yaşlı insanın ağciyərlərinə atmosferdən daxil olan karbon qazının həcmi neçə mililitr olar? Böyrəkdən bir dəqiqədə 1 litr qan keçir. Bunu artıq uca bilirik. Amma bizə deyir bir böyrəyində 5 litr olan. Bunu mən necə yazacağam? Yazacağım bir böyrəkdə bir dəqiqədə 0,5 litr qan keçir. Bəs bu neçə dəqiqədə 5 litr qan keçib bir dənə böyrəkdən? X-i tapacağam 10 dəqiqədə. Və mən bilirəm ki, dediyim kimi 3,75 saniyədə karbon qazının həcmi aldığımız havada neçə idi? 0,15 idi. Ona görə yazdım. 3,75 saniyədə 0,15 kub santimetrdirsə əgər karbon qazı, çünki karbon qazını soruşur, bax, karbon qazının həcmi neçə mililitrdir? Bəs 10 vurulsun 60. Niyə yazdım? 10 dəqiqə tapmışdım da onu saniyəyə çevirməliyəm. Çünki 3,75 saniyədir. 10 vurulsun 60-a da x-dir. Oradan da x-i tapacaqsınız 24. Da baxın. Sakit halda yetkin insan orqanizmdə bütün qan, yəni 5 litrdir də maksimum qanımız bədənimizdə sutka ərzində ən azı neçə dəfə böyrəklərdən keçər. Bu da qəbul sualıdır. Bir dəqiqədə 1 litr qan keçir. Əgər 5 litr qan keçibsə, deməli bu 5 dəqiqə müddətində baş verib. Və bütün qan 5 dəqiqə ərzində bir dəfə böyrəkdən keçir. Bütün qan 5 dəqiqə ərzində bir dəfə keçir böyrəklərimizdən. X-a da nə qədər? 24 vurulsun 60. Çünki bir sutka deyir axı. Bir sutka ərzində ən az neçə dəfə böyrəklərdən keçər? Sutkamız 24 saatdır. Onu da vurdum 60-a. Saniyə ilə hesablaya bilmirik.
Oradan da x bərabər eləyəcək, təxmini 288 eləyəcək.